Bugün sizə ana və uşaq münasibətini gücləndirən sadə və effektli bir oyun təqdim edəcəm. Oyunun adı Güzgü Mənim. Oyunumuzda ana və uşaq qarşı-qarşıya oturur. Ana hər hansı bir mimika və hərəkət, məsələn, əl çalma, qaşını qaldırma, gülümsəmə, əllərini sinəsində birləşdirmə, başqa hərəkət ola bilər. Və uşaq eyni ilə bu hərəkəti təkrarlayır, sanki anasının güzgüsüdür. Sonra rollar dəyişir. Uşaq hərəkət edir, ana isə onu təkrarlayır. Nə üçün belə bir oyun faydalıdır? Bu oyun vasitəsilə ana-uşaq arasında diqqət, bir-birini izləmə, anlaşma hissi artır. Uşaq özünü görülmüş, eşidilmiş, önəmli hiss edir. Və bu oyun vasitəsilə çox keyfiyyətli bir vaxt keçirə bilərsiniz. Oyun 2 və 7 yaş arası uşaqlar üçün uyğundur. Yaşına uyğun olaraq oyun sadələşdirilə və çətinləşdirilə bilər. Və belə bir oyunu hər gün 5 dəqiqə oynaya bilərsiniz. Və bir həftə sonra aranızdakı münasibətin sakitləşdiyini, bir-birinizə bağın gücləndiyini hiss edəcəksiniz. Sınayın və fərqi görün. Geri dönüşlərinizi gözləyirəm.